Oğlunu faciəli şəkildə itirdi. İlk evlilik həyatı uğursuz oldu və sonradan ilk həyat yoldaşı ona şər atdı. Toylar kralı Səməd Səmədovun inanılmaz həyat hekayəsindən danışacağıq. Xalq artisti Səməd Səmədov haqqında ən çox gəzən söz-söhbətlərdən biri onun əvvəl müğənni kimi yox, toy məclislərində müğənnilərin köməkçisi kimi işləməsi olub. Üyenika çağırdı, həm də aparatur işinə baxırdı. Sonra belə oldu ki, yavaş-yavaş getdi. Əlişkə oxumaq istəyirəm, deyirəm, sən oxumaq Azərbaycandan danışamıyorsan, sən necə oxuyacaqsan? Neysə, dedik, yox da, davay da pomagi da oyam. Şimdi bir-iki də mahnı zaten öyrətdim ki, o vaxtı Köyünə Ayrəkassan həyətində olurdular. Orada gəldim, onu evdə başa saldım. Belə də filarmoniyada məşqdə, orada, burada, toylara apardım özümlə. İyonika saat aparatur üçün, sonra mikrofon qoydum, başladı oxumağa. İkinci səsdə oxuyurdu. Elə, gəldi oldu müğənni və sonra başladı mənə tələb eləmək. Sən mənə kömək elə, mən efirə çıxım. Dedim, efir üçün gəlir bəstəkar mahnılar oxuyasan və sən də estrada oxuyansan, yəni sən bəstəkar mahnılar, Tofiq Quliyevin, Rauf Hacıyevin və yaxud belə səsimə düşən mahnılar. Nəysə, onları da xırda-xırda məşq eləyirdim oyla. Sözüm nədir? Bunu yontalıya, rəndəliyə elədim onu Səməd Səmədov. Səmədin musiqi savadı var. Skripka dərsinə gedib, o 7 il skripkanı qutarıb. O hələ belə boş-boşuna elə gəlib müğənni olmayıb. O gözəl sintezator, piyano çalır. Yəni onu bilməyən adam necə müğənni ola bilər? Gözəl bilir, skripkanı, onun bir dənə oxuyanda xarici notu yoxdur oxumağında. O necə demək olar ki, yox, bu oxuyan olmayıb. Nə olsun ki, iyonika çalıb, sintezator çalıb, bəli, aparaturadan başı çıxıb, çünki musiqi savadı var idi, aparaturadan başı çıxırdı. Yeni başlayan vaxtı başlayıb, o aparaturanı kömək eləyib, düzdür. Mən məsəl üçün, mən özüm deyirəm, mən 16-17 yaşımda mən gedib fabrikdə işləmişəm. Yəni tikiş tikmişəm, tikişçi olmuşam. Bunu nəyə ayıbdır ki? Kimsə başqa bir sahədə işləyib. Birdən-birə müğənni kim olub? Heç kim müğənni olmayıb birdən-birə. Və yavaş-yavaş öyrənə gəlib gözəl bir müğənni olub. Tələbatı da çox olub. Pis olsaydı kimsə onu qəbul eləyərdi? Yox. Çox tələbkar müğənni olub o. Tədbirlərin birində xalq artisti İlhamə Quliyeva Səməd Səmədova Toylar kralı titulunu verdiyini deyir. Bundan sonra hər kəs onu bu ləqəblə çağırmağa başlayır. Müğənniyə olan toy tələbatı isə daha da çoxalır. Məclisi ələ ala bilən bir müğənnilərdən olub. Yəni, mən onu ilə 15 il davam olub bizim işbirliyimiz, duetlərimiz də çoxdur, yetərincə. Səməd məclisə girəndə istəyir necə məclis olur olsun, bəlkə də başqa bir müğənni olsa, girər məclisə, tutular o məclisdə. Özünü itirər ki, mən necə başlayım, necə? Qətiyyən belə şey yox idi Səməddə. Hər bir, məsəl üçün, bölgədən olan bir insanların məclisində olanda, onu o dəqiqə ələ ala bilirdi. O səsi öz yerində, sənəti öz yerində çox optimist idi, çox şən idi. O deyirdi ki, mən bir neçə köynək aparıram ki, məsələn, dəyişirəm, o qədər tərləyirəm, o qədər, yəni o qədər sənətini sevirdi. Yəni biz həm də, mən onun həm mətbuat katibi idim, həm də mənim qardaşım onun dostuydu, həm də ailəvi yaxın idik. Mən bu dəqiqə İradə xanımla da hələ münasibətimiz çox gözəldir. Yəni, həmişə danışırdı ki, mən neçə dənə köynək dəyişirəm, o qədər sevirəm sənətimi. Baxmayaraq ki, ona hamısı deyirdilər ki, o silit-silit daşıyan olub, nə olub. Amma nə qədər gör sənətini sevib ki, ondan gəlib müğənniliyə qədər ucalıb, hətta xalq artisti adına layiq görülüb. Yəni, bu özü kiçik bir şey deyil. Yəni, onun toylarını, məsələn, toyları o qədər çox olurdu ki, bəzən mən özüm neçə dəfə olub ki, demişəm ki, məsələn, filan toya deyib ki, vallahi Məhəmməd, yerim doludur. Yəni, kalendarla müğənni olub da, belə deyək. Yəni, bu heç kəsə sir deyil. Ona görə, yəni, çox seviləndi. Hansı toya da gedirdisə, səxavəti ilə həmişə. Hətta mən neçə toyda özüm şahid olmuşam. Mənə deyənlər də olub ki, deyir, hətta mətbəxə girirdi, restoranın mətbəxinə. Oradakı işçilərin özlərinə hərəsinə bir 50 manat, 30 manat pul verirdi. Afisantlar onu biləndə ki, onun toy günüdür bu günləri, hamı sevinirdi ki, bizim əlavə gəlirimiz olacaq. Yəni, o qədər səxavətli idi. O apardığı məclisləri indinin özünə qədər heç kəs onun kimi məclis apara bilməz. Şux, şən, yəni ki, gözəl.
O elə insanlar var ki, vəzifə adamları idi məsəl üçün. Oturublar rahat oynamaq istəmirlər, rəqs eləmək istəmirlər də belə oturublar da samba. O insanları gəlirdi elə gülə-gülə, elə məsəl üçün pozitiv onu qaldırırdı ki, o insan məsəl üçün heç vaxt görmürlər onun oynamağını. Səməd onu qaldırdı, o ilə bərabər rəqs eləyirdi. Bunu hər müğənni eləyə bilməz. Xanımlara həmçin. Məsəl üçün kiminsə yoldaşına deyir, falan kəs dur ayağa, niyə oturmuşsan? Ay BBC, ay neç oturmuşsan? Qaldırırdı onu, oynadı. Hamıdan çox gözəl məsəl üçün qəbul eləyirdi. Heç bir pis fikirlə, pis niyyətlə o heç vaxt heç kimə yanaşmazdı. Çox dəhşət punktual insan idi. Və istəmirdi ki, onun bir sözü, məsəl üçün o dedisə bu belə olmalıdır, təkrar ona deməyəsən ki, yox belə olmamalıdır belə. Gözəl məsləhət verə bilərsən. Bəlkə məsəl üçün söz güləşdirmək lazım deyildi o insanla. Deyəndə deyərdi ki, Səməd bəlkə bunu belə eləsək yaxşıdır. Nu davay popробуем, yəni baxaq görək bəlkə. Amma onu ilə dirəşəndə və yaxud da ki, o məsəl üçün məclisə gedir, müğənni gəlməlidir saat 6, uzaqbaşı 7-də müğənni orada olmalıdır. Xanım müğənnilərindən danışıram. Müğənni gəlir saat 9-un yarısı. Bir dəfə olur, 2 dəfə olur, 3 dəfə olur. Artıq səbir kasası daşır. Deyir, mən belənçini işləyə bilmərəm. Bu belə. Müğənni var ki, məsəl üçün aparır onu, xeyir verir ona. Səməd özü çox yaxşı pul verirdi. Heç kim deyə bilməz ki, Səməd pul kəsən olub. Bəzi var bizim aləmdə elə insanlar pul kəsirlər. Özdəki xanımın pulunu kəsmək ola pis bir şeydir. Yəni, çox gözəl pul verirdi. Aparır, məsəl üçün, gözəl bir məclisə, samballı, atlı, sanlı məclisə, Səmədi istəyiblər. Ay xanımlar, ay oxuyan xanımlar, oyundan oxuyan, mən özüm də özümü deyirəm. Mənim adım çəkilməyib, ya sənin adın çəkilməyib. Səmədi istəyiblər. Səməd gedib o toya, Səmədin yaxşı qanararı olub, sənin öz haqqını verib, sənə ləzzət eləməyib, nə var? Biraz Səməd oradan artıq pul götürüb. O, onun öz istəyiciləri də gətiriblər ona pul verib. Onun sənə nə adiyyəti var? Mən elə şeylər eləməmişim heç vaxt. Mən hər şey qane eləyib. Mən çox gözəl, məsəl üçün, yola salıb toydan. Artıqlamasıca, yəni Allah, yenə deyirəm, ona Allah rəhmət eləsin. Heç kim deyə bilməz ki, Səməd pul kəsən olub. Necə insan olub ki o? Yəni, onu hamı bilir, hamı da təsdiq eləyər mənim sözümü. O, toy yerinə gələndə qapçıya şirinlik verirdi. Nə bilim, orada gezən ofisantlara şirinliyin verirdi. Çünki onlar da gəliblər 5 manat pul qazanmağa. Və yaxud da ki, oturardı, süfrədə yemək yeyərdi, xoşuna gələn bir yemək oldu. Belə, vay, 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 bunu hansı povur eləyib? Tuturdu administrator, gedib mənə göstər o povuru. Gətirirdi onu həmin o mətbəxə. Deyirdi ki, bax, bu povur, məsələn, bu aşpaz, yəni bunu hazır, bu eləyib. Çıxardırdı, ona da şirinlik verirdi. Bunu heç bir müğənni eləmir. Necə ola bilər ondan narazılıq eləyəsin? Və mənim özüm də çox punktual insan olduğuma görə, çox punktualam mən də. Vaxtı-vaxtında həmişə, məsəl üçün, olmuşam məclisdə, konsertdə, orada, burada, harası getmişiksə, heç vaxt məndə gecikmə olmayıb. Ona görə ona o xoş gəlib. Mən heç vaxt deməmişik ki, niyə mənə bugün bu pulu verdin, özümü biraz artıq götürdün, elə şey olmayıb. Toyda, məsəl üçün, çıxanda o gəlirdi saat 12 olurdu, birin yarısı ola bilərdi, gec də olur, biraz tez də olurdu. Onun evdə bir iti var idi. O it sevəndi. Şeydə, nədir, bağda da bir neçə dənə itləri var. Evdə də bir ev iti idi. O it onu gözləyirdi qapıda o gələnə qədər. Evə girən kimi əlində nəyi varsa qoyurdu evə. O iti gecə vaxtı gəzdirirdi. Onu gəzdirməsəydi o rahatlanmazdı. Səhər tezdən də saat 6, 7-nin yarısı durardı. O itini gəzdirərdi. Yəni heyvan sevən idi çox. Gəzdirərdi, gələrdi, sonra rahat, məsəl üçün, yatıb eləyərdi. Səməd Səmədovun ən çox mübahisəsi və qalmaqalı müğənni Əli Mirəliyevlə olub. Antireklam eləmişəm onu, yəni ki, özüm qəsdən demişəm, bu oxuyan dörü bu belə deyir ki, bunu toya aparsınlar. Axı biz deyəndə yaxşı oxuyur, onu aparmırlar axı. Yəni mən demək istəyirəm ki, Səməd də bunları bilirdi. Səməd özü meyxanələrdən çıxıb, restoranlarda işləyib, yönqət salıb mənə qədər. Yəni ki, çox yahudi mahnıları bilirdi, o dili də bilirdi, başa düşürdü. Səməd belə hər özlü insan idi, həm də idmançı idi Səməd.
Yəni bilirsən, Səməd tamam heç onda musiqiçi xəssiyyəti yox idi onda. O başqa oğul idi. Bir də onun minusu o idi ki, ona deyəndə bir sözü o sənə cavabı qaytarmırdı. Mən misal üçün mənə deyəndə bir dənə 10 dənə cavab qaytararım mən. Amma o yox. O elə bizim başını sağa daş gedirdi. Bax onun ən insan kimi üzvə qayıtmırdı. Nə belə söhbət olub. Sonra da ki, Səməd deyirdi mənə ki, bəs ay Əli, bəs mən axı, sən mənim adımı çəkmirsən, cəmaat darıxıb, sən çəkəndə mənim adım, mənim toylarım çoxalır. Mən də gəlirdim, valla Səməd haran oxuyandı. Səmədin işi artdı. Ala Səməd kimdir ki, siz olmuş belə elə. Neysə, Səməd belə, axırda bir günlər yadımdan çıxıb, bunun adını çəkmirəm. Başqalarına söhbət edir. Bir gün Cavanşir yaxınlaşdı. Deyir, Səməd yazır, yalvarır ki, Əliyə dinlə, qoy mənə danlasın, mənim haqqımda danışsın. Çünki anti-reklam ən böyük reklamdır. Mən də başladım danışmağa gəldi, Səməd oldu, Səməd parıldadı və elə də getdi həyatdan. Səməd mənim yaxın dostum olub. O hardan qaynaqlanmışdı mən bilmirəm. Mən elə gəlir ki, yəqin bəlkə Əli Mirəliyeva bu lazım idi. Səməd müəllimə lazım deyildi, bu məlum məsələdir. Onun heç ehtiyacı da yox idi. Mən elə gəlir ki, ona lazım idi və hərdən bir replika atırdı ki, ona cavab qaytarılsın. Yəni gördü ki, hamımız gördük ki, Səməd müəllim çox səbirlə, təmkinlə münasibət göstərdi. Yəni heç bir belə, yəni elə güclü reaksiya vermədi. Həm də elə mən də dedim ki, lazım deyil. Yəni özünün də səbri var. Yəni özü də elə adam deyil ki, qalmaqala qoşulsun. Özünüz görmüsünüz ki, əksinə qalmaqalı kim eləyir, o sakitləşdirir. Yəni amma sonralar onların münasibəti düzəldi. Yəni çünki hətta Səməd mənim zarafata da salıb deyirdi ki, Əli Mirəliyev çoxdandır mənə replika atmır. Mən istəyirəm mənə reklam eləsin də zarafat eləyirdi o ilə. Yəni sonralar düzəldi münasibətlər. Hətta Əli Mirəliyev mənim yadımdadır ki, o rəhmətə gedəndən sonra ağlayırdı da, efirdə göstərdilər ki, çox ağlayırdı. Yəni ona təsir eləmişdi. Əli Mirəliyevlə həqiqətən dost olublar onlar. Sadəcə bilmirəm, bu bir PR idi, nə idisə, Əli özünü bəlkə, Əli mənim də dostumdur, yeri gələndə. Əlini bilmirəm, elə bil kimsə o işə, elə bil məcbur etdilər onu, ya nə bilim, kimsə dedi ona ki, ilişkinə Səmədə. O da başladı, elə tutdu ucundan getdi ucuzluğa, amma Səməd onu pis qəbul eləmirdi. Nə qədər ona söz deyirdisə, təhqir edici sözlər deyirdi, tək tənqid deyil də, orada tənqiddən başqa təhqir də var idi. Amma Səməd onu gülə-gülə qarşılayırdı, üstünə getmirdi. Əksinə dair də ondan evinə qonaq çağırırdı, bağına qonaq çağırırdı onu. Mən Səmədi o qədər çox istəyirəm ki, istəmiş ailə bugün də istəyirəm, nə olursan, həmişə xatirəsi əzizdir mənə üçün. Səməd, mənim qardaşıma demədiyimi Səmədə demişəm. Problem olanda yəni. Səməd çalışıb həll eləsin. Bax, maşınla avar eləmişəm, Səmədə çağırmışam, gəl kömək elə. Gəlib kömək eləyib. Səməd çox ürək açıq. Belə, yəni ki, axırıncı pulunu verər. Yəni, elə bir insan olub Səməd. Səməd Səmədov 2 dəfə ailəli olub. İlk həyat yoldaşı Zərifə xanımdan Emin adlı oğlu dünyaya gəlib. Amma bu evliliyin ömrü o qədər də uzun çəkmir və bir neçə ildən sonra onlar ayrılırlar. Səməd Səmədov İradə adlı xanımla, Zərifə xanım isə başqa bir bəylə ailə həyatı qurur. Müğənninin ikinci evlilikdən bir qız, bir oğul övladı dünyaya gəlir. Çox gözəl ailə başçısı idi. Yoldaşını da dünyalar qədər sevirdi. Yoldaşı indinin özünə qədər hələ də necə deyimsə sakitləşə bilmir. Onun yoxluğunu yəni inanmır. Yəni hər dəfə bəlkə də görürsünüz də Instagramda orada burada şəkillərini axtarır oradan buradan. Mən tapdıqlarımı mən verirəm ona. Onda olan onda olur. Kimlərsə verir. Onları hər dəfə istəyir ki, onu elə bir ki yaddan çıxmasın. İnsanların yəni ki yaddaşından çıxmasın. Çox gözəl ailəsi var idi. O tez-tez onları aparırdı gezməyə. Mən bağında da çox olmuşam. Səməd Bilim bağında da olmuşam. Onlar da həmişə belə şadlıqlar, şənlikləri sevən insan idi yəni. Bədbin insan deyildi. Gülüb danışan idi. Yəni qışqırsın, bağırsın, ya yoldaşının üstünə, ya uşaqlar. Uşaqlar da çox tərbiyəli uşaqlardı. Bir oğlu, bir qızı var. Oğlu Moskvadadır hal-hazırda. Qızı da arada Moskvada da olur, burada da olur. Çox gözəl də evladları var, nəvələri var. Yəni ailə başçısı kimi çox yaxşı ailə başçısı olub.
mən o ailədə nə qədər olmuşamsa, mən o qısqanclıq, sərtlik, zalımlıq belə deyim də, yəni mən bunları əksinə o qədər sadə idi, o qədər rahat idi. O qədər məsələn uşaqla uşaq idi, böyüklə böyük idi. İradə xanımla onlar dost idilər. Məsələn o İradə xanımın məsləhətlərinə də qulaq asırdı, İradə xanım ona qulaq asırdı. Yəni bilirsiniz necə belə ər-arvad münasibətindən çox onlarda dostluq münasibəti var idi. Mən elə münasibət görmüşəm orada. Yəni bu tərif üçün deyil, həqiqətən mən hətta yaxşı mənada qibtə də eləyirdim ki, nə gözəldir. İlk evlilikdən olan oğlu Emin ömrünün ən gözəl çağında 24 yaşında dünyasını dəyişir. Onun ölümü barədə Səməd Səmədov müsahibələrin birində belə deyir. Uşaq polisdə işləyirdi. Günlərin birində içkili insanlara rast gəlir. Dava zamanı onları ayırmaq istəyəndə bıçaqlanır. İlk həyat yoldaşı Zərifə xanımın bu hadisə ilə bağlı mediaya verdiyi məlumata görə Səməd Səmədov oğlu ilə heç vaxt maraqlanmayıb və ölümündən 3 gün sonra yasa qırmızı pencə ilə gəlib. Amma Səməd Səmədov bu məsələ ilə bağlı mediaya açıqlama verib və bütün bunları təqzib edib. O xanım məni, xəstə atamı və oğlumu atıb cavan oğlana qoşulub getdi. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Sizcə hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər? Yalandır. Həyatı boyu belə şey ola bilməz. Qırmızı pencə ilə o gəlməyib. Yox. Biz hətta o vaxtı o oğlu rəhmətə gedəndə biz onda toydaydıq bərabər Gülüstan sarayında. Ona gəldilər orada toyun gedişatı gedən vaxtı gəldilər qulağına pıçıldadılar ki, bəs belə bir şey olub. Bir saniyə tutuldu, gördük də rəngi zadı elə bil ki dəyişdi. Sonra biz öyrəndik, soruşduq ondan. Dedi ki, səsinizi çıxartmayın, səs salmayın, cəmaatın toyuna şey sala bilmərəm də yəni. Toy axıra qədər, sona qədər yola verdi, necə lazımdır. Oradan düz çıxdı, getdi həmin hadisə yerinə, yəni olan yerə. Ola bilməz heç vaxt qırmızı pencə ilə. Qırmızı pencə elə ola bilər ki, mən dəqiq bilmirəm. Bəlkə elə o toydan çıxıb ora getdiyinə görə o qəsdən qırmızı pencəyə gedib oğlunun necə deyərlər, ölümünü eşidib ora getməz axı, elə şey, yalan şeydir, elə alınmaz. Bu söhbətləri bilirsiniz, fırladılar, hələ istəyirlər onu aşarlasınlar, istəyirlər belə tapdalasınlar, amma ola bilməz elə şey həyatı boyu. Oğlunun dəfnində iştirak elədi, oğlunun qəbrini özü tikdirdi, hamısını özü eləyib. Toya gedəcəkdi yazır. Nə bilsin bu uşaq öləcək də. Lafdan zəng gəlib ki, hal qəzə belədir. Qırmızı da bardov kostyum idi. Mən bilirəm o söhbəti. Lazımdır onu şişirmək belə o qədər də. Yəni o oğlu da nə üçün o mən yəni toy adamıdır da. Bu geyinib ki, çıxsın evdən, lafdan zəng gəlib ki, harda dəyişsin? Necə? Təzdən, sonra bir də evə gəlsin, razından, bir də paltar geyinsin. Axı toyu tələsir. Gəlib orada, mən də oradaydım, mən orada iştirak eləmişəm. Yəni ona görə, o xırda söhbətlərdir. Mən belə başa düşürəm ki, heç bir ata oğlunun yəni, yasına qırmızı ilə gəlməz. Heç bir ata. Yəni bu belə olduğuna görə belə düşüb də, yəni qəfildən ki buna xəbər ediblər, bu artıq o toy vidində çıxıb evdən və qaydası olmayıb da, gəlib promoy yasa. Ona görə də bu söhbəti bağlamaq lazımdır bu söhbət eləmək. Səməd Səmədov 2021-ci ilin iyulun 24-də 74 yaşında koronavirusdan dünyasını dəyişir. Dəfn mərasiminə isə yalnız bir neçə sənət dostu gəlir. Bir də Səməd müəllim elə bir korona vaxtında, onu da deyim sizə, ayın 3-də mən oğluma toy elədim. Ayın 3-ü o bizim toya gəlmişdi. 20 gün sonra rəhmətə getdi. Deməli, ayın 3-də o toya gələndə hətta mən dedim ki, Səməd, mən bax, mütləqa mən sizi gözləyirəm. Dedi, narahat olma. Sonra gəldi, sən demə özünün başqa yerdə toyu var idi, yəni onun ürəyini deyirəm. Dedi ki, bacı, narahat olma, mən sənə padvadis eləməyəcəm. Gəldi toya, qaçaq. Əvvəl gördüm ki, pləkanları qalxanda gördüm tövşəyir. Sən demə, artıq nəsə özünü yaxşı hiss eləmirmiş. Mən dedim, yəqin pləkanları qalxıb ona görə. Sonra dedi ki, tez bir dənə oxuyayım, 1-2 mahnı oxuyayım, bacı, mən gedim də, mənim başqa yerdə toyum var, sənə deməmişdim. Mahnını oxudu, heç vaxt el eləməzdi. Mənə dedi ki, bir dənə qardaşınla şəkil çəkdirək də, o bizim son şəklimiz oldu. Mən də dayandım, şəkil çəkdirdim, təbrik elədi, çıxdı, getdi.
Getdi. Mən sonra elə oldu ki, İrana getmişdim. Həkimə müayinəyə getmişdim. Mən orada eşitdim. İnanın mən İradə xanıma zəng vurub deyə bilmədim. Mesaj yazdım. Düzdür, gələndən sonra gəldim, başsağlığı verdim. Yəni mənim üçün o qədər ağır idi. Çünki o mənə o qədər qardaş qədər yaxın idi. Yəni biz təkcə mən onun mətbuat katibi deyim, o xalq artistidir deyə yox. O qədər sadə insan idi ki, biz bacı qardaş idik. Mən başqa bir məclisə gəldim. Orada Tural oradaydı, onun o tələbəsi. O da orada toy aparıcısı idi. Gördü məni, hə belə elə. Mənə də Sevda xanım deyir. Bildiniz də Səməd aparlar xəstəxanaya. Deyir, nə xəstəxanaya? Xəstəxana deyir, bəs korona. Deyir, yaxşı, bəs korona nədir? Elə ayaq üstə idi, sırağa dünənəcəm. Dedi, hə, biz koronada xəstəxana. Dedim, hə, yaxşı, söv. Elə oldu ki, mən məclisdən gec çıxdım. Dedim, gecə ilə zəng eləyib, onu narahat eləməyim. Səhər yuxudan duran kimi tez yadımda idi. Tez zəng elədi. Artıq xəstəxanada idi. İndi də danışım, həyəcan mənə bürüyür. Zəng elədim, özü götürdü telefonu. Da, Seva, da, belə. Dedim, Səməd, nə olub sən, haradasan? Dedi, korona. O bir sözü həmişə 2-3 dəfə təkrar edirdi. O, onun elə bil ki, deyimi idi də elə bil. Korona. Dedim, korona, nə korona, nə danışırsan? Deyir, hə, Seva, mama kalk, belə eləyir mənə. O dəmdə deyir, mama kalk. Deyirəm, yaxşıdır, mama da yaxşıdır. Hə, ну все, не волнуйся, все будет хорошо belə. Deyirəm, хорошо, mən səni deyirəm, çox üzməyim deyirəm, rus dilində dedim ki, не буду тебя утомлять, yəni zəng eləyərəm sənə yenə də. Deyir, хорошо, давай, paka, belə elədim. Heç hiss eləmədim, nə təngi nəfəsi, nə bir şey, normal danışdım mən. Dedim də, indi səhər olar, səhər yenə də danışaram, belə eləyərəm. Onun səhərisi 23-ü danışmışdım mən onunla. 24-ü, saat 5 idi, 5-in yarısı idi, mən evdə idim onda. Zəng gəldi mənə. Bilmədim ki, Tural idi deyəsən zəng eləyən, yoxsa kim idi zəng eləyən, yadımda deyir artıq. Mənə zəng elədi ki, Seva, xəbərim var, dedim, nədən? Səməd keçinib. Çox pis oldum həqiqətən. Əlimdə telefonla danışır, telefon düşdü əlimdən. Anam da bizdə idi. Nə olur? Dedim, dayanın. Dedim, yalan deyirsən. Dedi, yox. Onu deyəndən sonra çox pis oldum, düzdür sözü. Ağladım, nə bilim, inanmadım. Yenə də müəyyən bir yerlərə zəng vurdum, soruşdum. Dedilər ki, hə, dəqiq bir şeydir. Belə. Getdim ora. Gəlmək istəyən gələrdi. Nə olsun ki, pandemiya vaxtı buraxırdılar da. Maskovu tax çıx yenə, nə olar. Axı o hamı ilə yaxşı olub, hamı ilə dostu olub. Çox adam gəlmədi. Handı ki, o adamları həmişə o üstün tutardı. Hər məclislərinə də gedərdi, şadlılarına da gedərdi. O içerdən qalan deyildi. Amma gəlmədilər. Çünki düşünmədilər ki, həmin o hadisə hər kəsin başına gələ bilər. Və sən də elənçiyinə, sənin də qohumun, əqrəbən baxıb görəcək ki, sənin sənət yoldaşların gəlməyib.